19 yanvarda ən çox pul qazanacaq bürclər. Aşağıdakı proqnozlar 19 yanvar 2026-cı il üçün ulduz fallarına, planet tranzitlərinə və bu həftə üçün astroloji tendensiyalara əsaslanır. Astrologiyada ən çox pul qazanacaq bürc kimi konkret nəticə rəsmi elm deyil. Amma aşağıdakı bürclər bu tarixdə maliyyə və qazanc baxımından daha güclü enerji alır. 19 yanvarda maliyyə enerjisi güclü olan bürclər: Oğlaq. 19-25 yanvar həftəsi üçün astroloji mənbələrə görə oğlaqlar maliyyə uğuru və pul təklifləri cəlb edirlər. Yeni ideyalar və imkanlar ortaya çıxacaq, xüsusilə peşəkar təkliflər və qazanc imkanları baxımından. Boğa. Boğa bürcü 19 yanvar günü iqtisadi və karyera baxımından faydalı enerjilərə malik olacaq. Sərmayə, əmək və nüfuz artırma şansları mövcud ola bilər. Böyük qazanc üçün səyləriniz müsbət nəticə verə bilər. Qoç. Hər şey tez başlamasa da bugün gücünüz və dinamizminiz sahibkarlıq tapşırıqlarını yaxşı idarə etməyə kömək edəcək. Yeni layihələr və karyera addımları gəlir baxımından perspektivli ola bilər. Əkizlər və əqrəb. İşgüzar danışıqlar, biznes müqavilələri və maliyyə əməliyyatlarında bu bürclər üçün uğurlu fürsətlər var. Xüsusilə əkizlər üçün sosial əlaqələr və görüşlər əlavə qazanc gətirə bilər.